Yeni Yasamal qəsəbəsinin düz mərkəzində Bravo Market və McDonald's-ın qarşısında Şərur İnşaata aid 19 mərtəbəli binanın 9-cu mərtəbəsindəyik. Burada qanuni 2 otaq 78 kvadrat ümumi sahəyə malik kupcalı əşyalı bir mənzil sizlərə çəkib təqdim edəcəm. Hal-hazırda biz mənzilin mətbəx hissəsindəyik. Baxın, belə bir gözəl mətbəx hissəsi var və mətbəxdən eyvana çıxış hissəsi mövcuddur. İlk öncə mən sizə mənzilin eyvan hissəsini göstərim. 2 eyvan hissədir. Baxın, bir yataq otağından, mətbəxdən və qonaq otağının isə özünə aid eyvan hissəsi var. Burada kombi falan yerləşdirilib. Qarşısı bu şəkildədir. Baxış istiqaməti açıqlıqdır, gün düşəndir. Qazı, suyu, işığı daimidir. Orta mənzildir. Çox sakit bir mənzildir, qeyd edirəm. Səs-küy falan heç bir şey yoxdur. Burada giriş qapısıdır dəyərli izləyicilərimiz. Baxın, giriş qapıdan daxil olduqda belə bir koridor dəhliz hissə bizi qarşılayır. Burada mətbəxdir. Mətbəxin özünə aid eyvanı, geniş bir mətbəx isə sanitar qovşağı, yataq otağı, mətbəxdən çıxılan eyvana çıxış, qonaq otağı və qonaq otağının isə özünə aid eyvan hissəsi var. Mətbəx hissəsini sizlərə göstərdim. Mətbəxdə gördüyünüz bütün əşya və texnika mənzildə qalacaq. Alıb rahatlıqla uzun müddətli baha qiyməti də icarəyə vermək mümkündür. Burada mənzilin sanitar qovşağı yerləşir. Lazım olan aksesuarlarla da təmin olunub. Mənzil orta evdir. Yay aylarında, sərin, qış aylarında isə isti olur. Sağ-sol, aşağı-yuxarı tam mənzildir. 19 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. Yataq otağı, yataq otağından da eyvana çıxış hissəsi, geniş bir yataq otağı var. Lazım olan əşya və texnikalarla da təchiz olunub. Döşəmədə bambuk parketdən istifadə olunub. Sənədlər tam qaydasındadır. Kupça çıxarış mövcuddur. Burada isə mənzilin qonaq otağı yerləşir. Dəyərli izləyicilərimiz, baxın, görürsünüz, qonaq otağı da kifayət qədər geniş və qonaq otağının özünə aid bir eyvan hissəsi var. Baxın, bu şəkildədir eyvan hissədə. Görürsünüz, baxın, bu şəkildədir. Mənzilimiz 19 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. 78 kvadrat ümumi sahəyə, 67 kvadrat çıxarış sahəsinə malikdir. Qanuni 2 otaqdır. Sənədlər tam qaydasındadır. Dövlət ipotekasına da yararlıdır. Qiymət 188 min manat başlanğıc qiymətdir və real alıcıya endirim olunacaqdır. Açar məndədir. Gün ərzində mənzilə əyani şəkildə də baxa bilərsiniz. Mənzil haqqında bu qədər. Növbə çəkişdə və mənzillər görüşənədək Allah onların vəsatına xeyir versin. Sağ olun, salamat qalın.